Salam, hər vaxtınız xeyir. Bu gün 3-cü qruplar üzrə keçirilmiş blok imtahanının tarix fənni üzrə izahlarını verəcəm. 31-ci sualdan başlayaq. 7-ci əsrin 40-cı illərdən fərqli olaraq 50-ci illəri Albaniya üçün səciyyəvidir. Birinci Albaniya sözünü işarə edib burada. Görə Albaniyaya aid olmayan hansı ifadə var variantlarda? Məsələn, burada Albaniyaya aid olmayan ifadə yoxdur demək olar. Hər biri var. Baxın, Xəzər xaqanlığına müqavilə imzalanması. Bunlar 664-665-ci illərdə imzalanmışlar. 664-65-ci il müharibəsinin sonunda daha doğrusu 665-də imzalı Cavanşirlə. Yəni nə 40 nə də 50-ci illərə aiddir. Bunu çıxdıq. Xilafətə verilən vergilərin azaldılması bu Cavanşirin xəlifə ilə görüşünün nəticəsidir. 667-670 B variantı da uyğun deyil. Daxili müstəqilliyin ləğv edilməsi 705-ci ilə aiddir. Heç birinə uyğun deyil. Bizans imperatorluğu ittifaq yaradılması 654-cü ildə Cavanşirin ittifaq yaratdığı ilk dövlət idi. D olacaq. Sasanlılarla da Albanların ümumiyyətlə birbaşa sülh müqavilələri yoxdur. Cavabımız oldu D variantı. 32-ci suala baxaq. Roma sərkərdəsi Pompeyin Albaniyaya hücum etməkdə məqsədi. Baxın, bu sual əslində sadə sualdır. Necə? Pompeyin Albaniyaya yürüşündən söhbət gedir. Birinci baxırıq burada Albaniya ifadəsində, bir də həmin dövrə. Pompey nə vaxt yürüş eləyib? Eradan əvvəl 1-ci əsrdə. Eradan əvvəldən söhbət getdiyinə görə B variantını çıxırıq. Çünki alanların yürüşləri bizim eradadır. Sonra söhbət Albaniyadan getdiyinə görə Mərkəzi Asiyanı çıxırıq. Çünki Albaniya Azərbaycan arasındadır. Azərbaycan isə Mərkəzi Asiyada deyil, ön Asiyada yerləşir. Sonra söhbət Albaniyadan getdiyinə görə Selevkilərə çıxırıq. Çünki Selevkilər də Atropatina Selevkilərdən Azərbaycana düşmüşdü. Albaniyanın əlaqəsi yoxdur. Sonra Kara döyüşü də Atropatinaya aid bir döyüşdür. Cavabımız qaldı A variantı. Vəssalam. Hindistandan Qara dəniz sahillərini birləşdirən ticarət yollarını ələ keçirməkdir. Bir də Xəzər dənizinə çıxış əldə etdik. Xəzər dənizi məsələsi idi. Yəni bu iki səbəbə görə Pompey yürüş etmiş. Cavabımız oldu A variantı. 30-a baxırıq. NATOya üzv olub, konstitusiya qəbul edildi və Avropa İqtisadi Birliyinin yaradılmasında iştirak etdi. Bu üçünü hansı dövlətlərə aid oluna bilər və 2-ci Dünya müharibəsindən sonra olsun. Konstitusiya sözü var burada. İngiltərə və konstitusiya olmayıb. Ona görə də D variantı, C variantı gedir. NATO'dan söhbət getdiyinə görə SSR ilə çıxırıq. Çünki SSR-in NATO-nun heç bir əlaqəsi qalmayıbdır. Sonra deyir NATOya üzv olub, konstitusiyası qəbul olunub və Avropa İqtisadi Birliyinin yaradılmasında iştirak edib. Bu deməli Pakistan adəti yoxdur. Cavabımız olacaq B variantı. Fransa və Almaniya Federativ Respublikası. Sonra 34-cü sualda asan bir sualdır. Hansı hadisələrin yerində isə xronoloji ardıcıllıq düzgün şəkildə alınır. Pişəvərinin başçılığı ilə milli hökumət yaradılıb 1945-də. Xiyabanın başçılığı yaradılıb 1920-də. Deməli, avtomatik 2 ilə 1 yerindəşir. Cavabımız olurdu A variantı. Növbəti suala baxaq, 35-ci sual. Xəzər xaqanlığından fərqli olaraq Uyğur xaqanlığı və Qaraxanlı dövləti. 7-ci əsrdə meydana gəlmişdir. Xəzərlər 650-də yaranıbdır. Uyğurlar 744-dür. Deməli, Xəzərdən fərqli olaraq Uyğura aid deyil. Bir A gələ bilməz. Sasanlara qarşı mübarizə. Sasanlar 651-də süqut uğrayıblar. Uyğurlar 744-də yaranıb. Deməli, heç bir-birlərini görməyiblər. 1-ə B də ola bilməz. A gedir, D gedir, B gedir, C gedir. Cavabımız qalır Y variantı. 1-ə C, 2-ə də B variantı. Qaraxanlılar 11-ci əsrdə, yəni 1042-ci ildə 2 hissəyə parçalanmışlar. 36-da xilafətin dövründə olan vergilər, xərac və cizyə sadə bir sualdır. Bunu biz C hərfinə yadda saxlayırdıq ki, xəracla cizyə eyni hissədədir. Xarakla gedirsə Sasanlara aiddir. 37-ci sual. 19-cu əsrin ikinci yarısında Şimali Qafqaz və Mərkəzi Asiya tarixinə aid ümumi cəhət. Osmanlının bu ərazilərində demək olar ki, işi yoxdur. Bunu çıxırıq. İngilislərin də demək olar ki, işi yoxdur. Çıxırıq. Sonra Stolypin 20-ci əsrin əvvəllərində başlandı seçilib. Bunu da çıxırıq. İmamət bu Şimali Qafqazda yaradılmışdı. Buna çıxırıq. Cavab qalır D variantı. Rusiya tərəfindən işğal edilməsi. 1864-də Şimali Qafqaz, 1895-də Mərkəzi Asiya. Sonra 38. Birinci Dünya müharibəsində iştirak edən hərbiçilərimizdən söhbət gedir. Əliağa Şıxlinski, Səməd bəy Mehmandorov və Hüseyn xan Naxçıvanski. Burada baxın, bunu yazan mənim tələbəmdir. Dediyim üsullarla işləyibdir variantları. D variantında baxın, təyyarəçidən söhbət gedir. Təyyarəçi biz öyrətmişik ki, Fərrux ağa Qayıbovdur. Qoşa hərflə yada saxlayırıq. Qoşa Y, təyyarəçidə qoşa Y hərfi var. Fərruxda qoşa R hərfi var. Deməli, qoşa hərfi olan Fərrux ağa Qayıbova aid ola bilər. Deməli, harada D variantı çıxırıq. A variantı gedir. B variantı gedir. C variantı gedir. Y variantı gedir. Cavab qalırdı D variantı. 39-cu suala baxırıq. 13-cü əsrin 30-cu illərin sonu, 50-ci illərin ortaları Azərbaycan tarixi üçün səciyyəvidir. Söhbət 1239-1256-cı illərdəki Ali Monqol xaqanlığı dövründən gedir ki, 2-ci Monqol yürüşünün nəticəsində yaradılmışdır. 40-cı sualı bu blok imtahanının tarix üzrə demək olar ki, ən çətin sualı hesab oluna bilər. Ərazilərimizə baxırıq ki, 1 İspaniyadır, 2 İtaliyadır, 5 Afrikanın şimalıdır, 3 Misirdir, 4 də Konstantinopol ərazisidir. 4-də deyir ki, Bizans İmperiyasının paytaxtı olmuşdur. Bəli, Konstantinopol Bizansın paytaxtı idi. Bunu çıxdıq. Üstdə göstərir ki, Bizans İmperiyası üzərində qələbə nəticəsində ərəb orduları tərəfindən fəth olunmuşdur. Yəni Misirdən söhbət edir. Bəli, Misir də 7-ci əsrdə Rəşidi xəlifələr dövründə
tabe olmuşdu, fəth edilmişdi. D yazıb ki, 8-ci əsrin əvvəllərində ərəb qoşunları tərəfindən tutulmuşdu. Söhbət İspaniyadan gedir. Bəli, 711-də tutulub. Bizə aid olmayan lazım olduğuna görə bunu da çıxırıq. 5-ə deyir ki, Bizans imperatoru Justinian tərəfindən işğal edilmişdi. Justinian bəli Afrikanın şimalını buradakı vandalları tabe etmişdi. Cavabımız olacaq C variantı. Ludwig Romanı tutmayıbdı. 41-ci sualdan davam edək. 17-ci əsrdə baş vermiş Səfəvi Osmanlı müharibələrinə aid deyil. Birinci baxaq görək, bu hadisə hansı hadisələr 17-ci əsrə aid deyil. Şah 1-ci Abbasın Təbrizi azad etməsi 1603. 17-ci əsrdə Sufyan adlanan yerdə baş verən döyüşdə Səfəvilərin qalib gəlməsi 1605, 17-ci əsrə aiddir. Səfəvilərin Hörmüzdə azad etməsi 1622, bu da 17-ci əsrə aiddir. Osmanlı Krım hərbi qüvvələrinin məğlubiyyətə uğraması bu 1578-də də var Molla Həsən döyüşündə. 1618 Sınıq körpü döyüşündə də var. Yəni 17-ci əsrə aiddir. Qəsr Şirin sülhü 1639 17-ci əsrə aiddir. Hər biri 17-ci əsrə aiddir. İkinci hissəyə baxırıq. Səfəvi Osmanlı müharibəsinə aid deyil deyir. Cavab təbii ki, burada olacaq C variantı. Çünki Hörmüzün azad edilməsi Səfəvi Osmanlı münaqişəsi ilə bağlı bir şey deyildi. Hörmüz Portuqaliyadadır, yəni İran körfəzi. Bu Səfəvi Portuqaliya münaqişəsinə aiddir. Ona görə cavabımız olacaqdır C variantı. 42-ci suala baxaq. AXC ilə bağlı hadisə nəticələrə qismən etməliyik. Müəssislər Məclisinə seçkilər haqqında əsasnamənin qəbul edilməsi və parlamentin fəaliyyətə başlaması. Əlaqəsi yoxdur, çünki Müəssislər Məclisinə seçkilər 1919-dadır, parlament isə 1918-in dekabrındadır. Bakının işğaldan azad edilməsi, Milli Şuranın fəaliyyətinin dayandırılması. Bakı 18-ci sentyabrında azad olunubdur, Milli Şura isə 18-ci iyununda fəaliyyətini dayandırıb. Əlaqəsi yoxdur, cavabımız olacaq 3 və 4 C variantı. 43-cü sual. 19-cu əsrin 50-ci illərində Şimali Azərbaycan tarixçisinin səciyyəvidir. A variantını ümumiyyətlə çıxırıq, çünki Azərbaycanda təhkimçilik hüququ heç vaxt olmayıb. Bunu çıxdıq. Kəndlərin vergi və mükafətlərin ləğv edilməsi bunun aidiyyəti yoxdur. Kəndlərin feodal asılılığının ləğvi 1870-ci il kəndli əsasnaməsindən başlayıb. Hər bir kəndliyə 5 desyatin torpaq verilməyə başlaması 1847-ci il kəndli əsasnaməsindən başlamış. Cavabımız olacaq B variantıdır. Dövlət kəndlərinin köçmə hüququnun ləğvi 1853-cü ildə olmuşdur. Sonra gəlir 44-cü sual. 16-cı əsrin ikinci yarısı Osmanlı dövləti üçün səciyyəvi idi. Yəni 1551-1600-cü illər. Səfəvi dövləti ilə yeni müharibənin başlanması. Bəli, 1578-ci ildə yeni bir müharibə başlayır. A variantı olacaqdı. Viyana mühasirəyə alınması 1529-da olub çıxırıq. Misir məmlükçünün son qoyması 1517-də çıxırıq. Aqonları məğlub etməsi. Aqonlar heç 16-cı əsrin ikinci əsrdə mövcud deyildilər. Köprü Mehmet Paşa isə hakimiyyətdə olubdu 17-ci əsrdə. Deməli cavabımız olacaqdı A variantı. 45-ci sual. İkinci Qarabağ müharibəsi dövrünə aid deyil. Hadrut qəsəbəsinin azad edilməsi ilə Şuşaya hücumu üçün əlverişli şərait yarandı. Bəli, burada uyğunluq var, bunu çıxırıq. Qarabağ mövzusu əməliyyatı nəticəsində ordumuzun canlı qüvvə işçisi minimuma endirildi. Bəli, bunda çıxırıq. Aldarıcı taktika ilə Ermənistan hava hücumundan müdafiəsi məhv edildi. Bunda çıxırıq. Azərbaycan istehsal olunan pilotsuz uçuş aparatından istifadə olunmuş. Bəli, söhbət zərbə puasından gedir. Cavab olacaq D variantı. Niyə? Çünki BMT əleyhimizə qətnamə qəbul edə bilərdi bəlkə də. Lakin biz qoşulmama hərəkatına üzv olduğumuza görə 2011-ci ildən və həmin dövlətlərin, qoşulmama hərəkatına üzv olan dövlətlərin mövqeyi, onların inadı BMT-nin bizə qarşı əks qərar qəbul etməsinin qarşısını almış oldu. Cavabımız oldu D variantı. 46 da çox sadə bir sualdır. Edirəm və 4-cü minilliyin sonunda qədim Misirdə vahid dövlət yarandı. Yuxarı Misir, aşağı Misir üzərində qələbəsi nəticəsində. Ümumiyyətlə bu blok çox asan düşmüşdü əvvəlki illərə nəzərən. 47-yə baxaq. Ərazimizə baxırıq. Ərazimiz Kəlbəcər ərazisidir. Ərazisində Paleolit dövrünə aid qədim abidə yerləşir. Götürə bilərik. Kəlbəcərdə məsələn Zar mağarasını deyə bilərik, tağlar deyə bilərik. Sonra 8 noyabr 2020-ci ildə Azərbaycan Rus tərəfindən azad olmuşdu. Bu Şuşadır, bunu çıxırıq. Orta Tunca aid Göytəpə şəhər tipi, bu Urmiyadadır, bunu da çıxırıq. Ərazisində Erkən Tunca aid Sərkərtəpə Xaçmazları çıxırıq. 2020-ci il noyabrın 25-də azad olmuşdu. 1 ilə 5 cavabımız C olacaqdır. 48-də Qaraqoyun hökmdarı Qara Yusif Səfəvi şahı Təhmasibin oxşarı cəhəti. Şirvanşahlara müharibə olacaq təbii ki. A variantı düzgün variantdır. Digərlərinə baxsaq, yeni dövlətin əsasının qoyulması Təhmasibə aid deyil. Çünki Səfəvilərin əsasını Şah İsmayıl qoyubdur. Teymurlarla müharibə Qara Yusifə aiddir. Avropa dövlətləri hərbi ittifaq yaratmaları bu heç birinə aid deyil. Osmanlı sülh müqaviləsi isə bu aiddir Şah 1-ci Təhmasibə 1555. Çünki Qaraqoyunlar heç Osmanlı ilə müharibə aparmayıblar ki, sülh müqaviləsi də imzalasınlar. Cavabımız oldu A variantı. Burada Naxçıvan xanlığından söhbət gedir. Kəngərli tayfası deyir. Biri birdir. Qarabağ xanlığından asılar olublar. İrəvandan oxşarını soruşur. Bir də Çuxursa vilayətində yerləşirlər. Cergöz müqaviləsi Quba ilə Lənkərana aiddir. Türkmənçay müqaviləsinə görə isə Qazalılarda yox, bunlar Rusiyada qalmışdılar. 1 ilə 3 olacaq C variantı. Eldəniz hökmdarı Məhəmməd Cahan Pəhləvanın fəaliyyətinə aiddir. Bu da bizim hazırımızda konspekt kitabında da dəfələrlə oxumuşuz ki, Atabəylər dövlətinə, yəni Eldənizlər dövlətinə sultan titulunu qəbul etmiş yeganə hökmdar Qızıl Arslan olmuşdu. Deməli cavabımız olacaqdı B variantı. 51-ci suala baxaq. Bu suallar nisbətən çətin sualdır. Niyə?
bir-birinə yaxın variantlar var. Söhbət burada Rusiyanın neft siyasətini özünü əleyhinə, öz lehinə daha doğrusu dəyişdirməsindən gedir. Burada cavab 2 ilə 5 düzgün variantdır. Həm iqtisadi siyasət müstəmləkə xarakteri daşıyırdı, həm də özünə ucuz xam mal axtarırdı. Burada nələr çıxacaq? 4-ü çıxdı, İslam sisteminin ləğvə əlaqəsi yoxdur. Bir də sənaye çevrilişinin aidiyyəti yoxdur. Bir daha yaxın variantdır. Neft sənayesində xarici kapitalın üstünlüyünün qarşısını almaq. Bəs niyə götürmürük? Bizdə söhbət gedir 19-cu əsrin 20-ci illəri, yəni 1820-ci illərdən. Azərbaycanda da xarici kapital, Nobel qardaşları gəlirlər 1879-da İsveçin. Deməli, hələ həmin vaxt Rusiyadan başqa xarici kapital yox imiş ki, bunların da üstünlüyünün qarşısını alsın. Ona görə 2 ilə 5 olacaq cavabımız D variantı. 52-də Heydər Əliyevin birinci prezidentlik dövrü 1993-1998. Milli valyuta, manatın dövrəyə buraxılması. Bu çox istifadə olunur. Manatın dövrəyə buraxılması Elçi bəyin dövründədir 92-də. Sadəcə manatın yeganə ödəniş vasitəsi elan edilməsi Heydər Əliyevə düşürdü 94. Biri çıxdıq. Horadiz qəsəbəsinin azad olması 93-94-cü il Horadiz əməliyyatı 1-i 2-dir. Torpaq islahatı 1996, 1-də 3-dür. BMT üzv qəbul olması 1992-ci ilə aiddir ki, bu da Heydər Əliyevin prezident dövrünə düşmür. Sonra 52, daha doğrusu 53. Rəvadilər dövlətinin Şirvanşahlarla oxşar, Salarilərdən fərqli. Birinci rəvadilərin Şirvanşahla oxşar cəhətlərinə baxaq, sonra baxarıq fərqli cəhətinə. Ərəb mənşəli olması oxşardır. Selçukludan asılı olması oxşardır. Slavyandan yürüşünə məruz qalması yanlışdır. Çünki Slavyandan yürüşünə məruz qalan dövlətlərimiz Şirvanşah, Sadi, Salaridir. Deməli 3-ü çıxdıq. Dəbil əmirliyini özünə birləşdirməsi, bu da rəvadilər üçün keçərli deyil. Cavabımız olacaq 1 ilə 2. Heç fərqə baxmadan cavabı tapmaq oldu. Ərəb mənşəli olması rəvadi ilə Şirvanşah üçün oxşardır. Salarilər üçün fərqlidir. Çünki Salarilər türk mənşəlidir. Selçukludan asılı olması rəvadilər 1054-də, Şirvanşahlarda 1066-da asılı olmuşdu. Amma Salarilər Selçukluları görməmişlər, qarşılaşmamışlar ki, asılarla düşsünlər. Deməli 1 ilə 2 düzgün cavab idi. 54. Hadisə nəticə əlaqələrinin uyğunluğunu istəyir bizdən. 1711 Prut çayı sahilində baş verən müqavilə və Rusiya Azov qalasını Osmanlıya qaytarır. Biri birdir, təbii ki, doğru variantdır. 1783-cü il Parisdə sülh müqaviləsi imzalanır. İngiltərə ABŞ müstəqilini tanıyır. Bu da düzdür. Söhbət 1-ci istiqlaliyyət müharibəsindən gedir. 1775-1783. Neyzvi döyüşün baş verməsi ABŞ-da istiqlaliyyət bəyannaməsinin qəbul edilməsi. Neyzvi döyüşü 1645-dədir İngiltərədə. ABŞ-da istiqlaliyyət bəyannaməsi 1776. Əlaqəsi belə yoxdur. İkinci Yekaterinanın hakimiyyətə gəlməsi Rusiyada mütləqiyyətin zəifləməsi tam əksinə mütləqiyyət güclənir. 17-ci əsrdə 30 illik müharibənin baş verməsi söhbət 1618-1648-ci illərdən gedir. Qərbi Avropada üstünlük İspaniyadan Fransaya keçdi. Bəli, düzgün cavabı. Cavabımız 1, 2, 5 olacaq. Sonra neolit və enolitin oxşar cəhətlərini soruşur bizdən. Əkinçilikdə toxadan istifadə. Biri birdir, çünki neolitdən başlayıb ondan sonraki dövrlərdə istifadə olunub. İlkin şəhər mərkəzləri Tunc dövrüdür, çıxırıq. Süni suvarma Tunc dövrü çıxırıq. Saxsı qab istehsalı neolitdən başlayıb sonra da istifadə olunub. Biri 3-dür. Daş alətlərdən istifadə, bəli, 1, 3, 5 olacaq cavabımız. 56. Xronoloji ardıcıllıq. Şirvanşahların paytaxtının Bakı şəhərinə köçürülməsi 1-ci Ağsedanın dövründə olur, 1192-də. Selçukluların paytaxtının Rey şəhərinə köçürülməsi 1043-cü ildə olur. Bu da düşür 1-ci Toğrulun dövrünə. İsfahan, daha doğrusu Nişapurdan Reyə köçürmüşdülər. Teymurların paytaxtının Herat şəhərinə köçürülməsi 1409 götürək, Şahruxun hakimiyyətə gəlməsi ilə. Osmanlı paytaxtının Bursaya köçürülməsi 1326 götürək. Deməli bizim arzuğumuz gələcək 2, 1, 4, 3. Sonra 57. 2 dənə döyüş verir. Otluqbeli döyüşü 1473, Mərv döyüşü 1510. Otluqbeli döyüşü hansı dövlətlərə aiddir? Osmanlıya aiddir. Bir də Ağqonluya. Çünki Osmanlı ilə Ağqonlu arasında baş vermişdi. Mərv döyüşü isə Səfəvilərlə Şeybanilər arasındadır. Şeybanilər olmadığına görə biz bir dənə Səfəvilərə götürəcəyik. 1-ə AD, 2-yə də C variantı. Situasiya da çətin deyildi, rahat idi. Söhbət 5-ci əsrin ikinci yarısı deyirsə, eradan əvvəl 431, 404-cü illərdə gedən Afina Sparta müharibəsindən gedir. Bu müharibədə qalib gələn dövlət Sparta idi. Bunu rahatlıqla götürdük. Burada müharibənin başlanmasında bir siyasi, bir də iqtisadi səbəb istəyir bizdən. Siyasi səbəb kimi biz deyə bilərik ki, Afina demokratiya idi, Sparta isə oliqarxiya idi. Yəni iki dənə siyasi sistem bir-birinə zidd idi. İqtisadi səbəb isə onu götürə bilərik ki, ən əsas ticarətdə üstünlük qazanmaq. Ən əsas yerə bunu götürmək olar. 60-da haqqında bəhs olunan müharibənin mənbədə verilmən 2 nəticəsini istəyir. Sparta şəhər dövləti qalib gəlir. Afina dəniz ittifaqı məğlub olur. Yunanistanın təsərrüfatı zəifləyir. Gələcəkdə Makedoniyanın buranı işğal etməsinə şərait yaradır və s. bu formada. Bu da belə. İkinci cəhd üçün də Surat qrupumuz fəaliyyət göstərəcək. İnşallah kimlər istəsə əlaqə saxlayarlar. Hər birinizə uğurlar.